Salamünaleyküm əziz şagirdlər. Belə bir suala baxaq. Çox super bir sualdır. Belə böyük görünsə də deyir hesablayın. Burada nə edəcəyik? Deməli 1 çıx 7-də 1, 1 çıx 7-də 2, 1 çıx 7-də 3 və s. yazıb. Doğrudur. Burada belə bir şey eləyə bilərik də. Biz 1-i 7-də 7 göstərsək. Düşünək ki 7-də 7 çıx 7-də 1. 7-də 7 çıx 7-də 2. 7-də 7 çıx 7-də 3 və s. Deməli, hasil olduğu üçün hətta belə bir anekdot var. Deyir, dünyada olan bütün insanların saçlarının hasili nəyə bərabərdir? Və biz də deyirik ki, sıfıra. Niyə? Çünki dünyada bir dənə keçal insan ola bilər, yəni tüksüz, sıfır tükü olan, bütün saçların hasili sıfır olduğu üçün. Buradan da belə bir nəticə alırıq ki, 7-də 7 çıx, hardasa ortada bir yerdə bir 7-də 7 var. Yəni bu hasilin vurğularından biri sıfır olduğu üçün son nəticəmiz nə olacaq? Sıfır. Aydın oldu. Çox gözəl bir sualımızdır.